Biz oradan gəlmişik, yeriyib çıxmışıq dağdan. Fikirlər bölüş. Uzun məsafə gəldik. Çox böyük yol gəlmişik, özü də dağlı. Deməli bu günlər ay neçəsidir? Ayın 9-u. Ayın 9-u avqust. Nizami ilə bazar günü çıxmışıq piyada gəzməyə. Nizamini polunu gəzdirəcəm bu gün. Mən də Ömürü gəzdirəcəm bugün. Deməli gedirik hara? Gedirik 28, oradan Birinci Koroğlu. birinci Koroğlu, haradayıq? Zabrat 1'deyik. Zabrat 1 gedir də bura. Ha. Obşum Zabrat 1'dən gedirik Koroğluya. Oradan gedirik 28, oradan da gəzə-gəzə sahilə zada belə gəzəcəyik. Gedək görək başımıza nə gəlir. Ölçmüsən çıxanda çəkilir. Çəkim 130 idi. Gələndə baxarıq nə qədər. 130 idi. Obşum qaydanda ölçəcəyik təzədən görək nə qədər ara qoyur. Deməli, gəlib çıxdıq sahilə. Nizami yavaş-yavaş ağırlayır. Bir hardasa 3 kilo verir. Sağlam, sağlam həyat. Sağlam həyat. Bilmir niyə bunu. Belə çöldə də onu aldım. İndi də gəlmişik hara. Nəqşiyə qalxmışıq. Nizami də burada. Öz ampulasında. Çıxırıq yuxarı telegrafliyə. Hər şey yaxşıdır vəziyyət. Hələ də yeririk. Hardasa 10.000 addım atmış olacaq. 10.000 də elə bir çox deyil məncə. Hələ ki. İndi də bilet quraq. Qəşəng. Bomba kimi. Bu da nə? Biz oradan gəlmişik, yeriyib çıxmışıq dağdan. Oy. Oradan belə fırlandıq. Bizə 1 litr su. Oradan aşağıdan yuxarı. Oy, yolsuz, asfaltsız. Dağlara qalxdıq. Bomba. Bomba, ha. Nizam fikirlər bölüş. Uzun məsafə gəldik. Çox böyük yol gəlmişik, özü də dağlı. Bax gör hardan gəlmişik. O uzaq aşağıdan. Heç görsənmir, oradan gəldik. Amma yəni qabağımızdakı mənzərə çox superdir. Yəni konkret bayraq da var.